Gregory David Roberts. Şantaram. 1-ci hissə. Fəsil 1. Sevgi, talih və yol ayrıcında qalan insanın etdiyi seçimlər haqqında çox şey bilirəm. Bunları öyrənmək mənə uzun illər və dünyanın əksər yerlərini gəzib görmək bahasına başa gəlib. Lakin məhz bir divara zəncirlənib işgəncələrə maruz qaldığım anlarda öyrəndiklərim, bütün əvvəlki bildiklərimlə müqayisə belə oluna bilməz. Qandallara vurulmuş vəziyyətdə, ümidsizlik və çarəsizlik içərisində çırpındığım həmin anlarda səsimi belə çıxarmadan, şuurumda qopardığım fəryadlar vasitəsilə necəsə özümdə güc tapıb belə bir qərara gəlmişdim ki, nə yaxşı ki, mənim azadlığım hələ ki öz əllərimdədir. Bəli, mən o dəhşət dolu anlarda belə mənə işgəncə verən insanlara nifrət etmək və yaxud onları bağışlamaq azadlığına özümdə qoruyub saxlaya bilmişdim. Bilirəm, yəqin belə bir azadlıq əksəriyyət üçün heç bir məna kəsb etməyəcək. Ancaq zəncirlərin bədəninizi didib parçaladığı, ağrıdan huşunuzu itirmək dərəcəsinə çatdığınız həmin anda əlinizdə yaşamağa məhkum qaldığınız bu dəhşətlərdən başqa heç nə yoxdursa, o zaman azadlığın bu növü belə kainat dolu imkanlar deməkdir. Nifrət etməklə bağışlamaq arasında etdiyiniz həmin seçim isə sizin əsl həyat hekayənizə çevrilə bilər.